Salam hörmətli izləyicilər, sabahınız xeyirli olsun. Avqust ayının 5-də Ordubad rayonunun Tivi kəndindən Narzan bulağının yaxınlığında Şəhidlər Xiyabanını ziyarət edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Kəndimizin elə bir yerindədir ki, bulaq başında kənd cəmaatı qonaq şəhidləri ziyarət eləmək istəyənlər hər kəs bura baş çəkir. Şəhidlər burada dəfn olunmuyor. Təkcə Ramin Əliyev Tivkənd qəbirstanlığına uyuyur, digəri Bədrəddin Quliyev, Adil Hüseynzadə, Rufiz Budaqov baş şəhərində dəfn olunublar. Qeyd eləmişdim, Şəhidlər Xiyabanı 1920-ci ildə inşa olunub. Azərbaycanda bəlkə də şəhidlərə uzadılmış ilk abidədir. Sonra əsaslı şəkildə təmir olunub. O təmirdə rol olanlardan biri bugün kəndimizə buyurub, Oğuz İmanov. Nazan bulağının yanında onunla da söhbət eləmək istəyirəm. Salam aleyküm, həmişə istirahətdə oluruz. Xoş gəlmişsən kəndimizə, kəndinə. Fəxr edirik ki, TV'nin sənin kimi evlatları var. Videolarımda qeyd eləmişəm ki, Narzan bulağının ətrafındakı Şəhidlər Xiyabanının abadlaşmasında xüsusi rolunuz var. Bəlkə də onu çox adam qeyd eləməyib, siz də təvazökarlıq eləyib. Qeyd eləmişsiniz, sağ olun, təşəkkür edirik. Sən də xoş gəlmişsən. Bəlkə də sizin bir yerdə xatirələriniz var. Orta məktəbdə yəqin yaxın siniflərdə oxumusunuz. Oğuzuna, Yusifina. Eyni sinifdə yoxdur, yəni yaxın sinifdə. Həm məhəllə uşağı kimi. Məhəllə uşağı kimi xatirələrimiz çox. Həmişə mənə dolar ya. Bu mənim əsarətim oldu. 5 vaxt tamam. Sən də çox nadin uşaq deyilmişlər. İndindən bəllidir. Neçəncəsən sən az? 59. Mən elə bilirəm 65 satsan. Oruzu bilirəm ki 1964-cü ildir. Oruzdur, rəhmətli Ülkərdir, Salihdir, Nizamidir, Vahiddir. Bunlar bir yerdə türklər demişdən takılırdılar. Mən də ali məktəbə qəbul olanda getdim. Oruçdu, onda İnşaat Mühəndislərinin üstündə oxuyurdu. Neçə dəfə yataqxanalarına getdim. Fariz idi Natiq müəllimin oğlu. Biləv kəndindən Emin Fətullayev deyə Fətullahın oğlu idi. Və Mansur idi. Mansur müəllim. Bakı Dövlət Universitetinin yuxarısında desən Yasamal tərəfdə yataqxanalar vardı. Sizinki elə İnşaat Mühəndislərinki idi. İnşaat Mühəndisləri, qanlı gölün düzdürəndə. Həmişə mən gedirdim, orada başqa otaqlar da götürmüşdü. Yeməsəl pişirirdilər, yeyib içirdi. Ülkərgildə patamdatda olurdu. Sən nə deyəsən orada qalmışdın orada? Mən elə birinci, Allah rəhmət etsin Ülkərə. Allah salihədir, Ülkərə Vahidə rəhmət eləsin. Bakıda mənim institut vaxtı ən böyük dayağım oldu. Pulum da olmayanda qaçırdım yanıma, yerim de olmayanda qaçırdım. Mən Ülkərəmin qardaşı. Çox. Allah'ın rəhmət eləsin. Onun hələ yani ölümündən bir dərəcə dağlanır. Bir odur, bir də Natiq müəllimin oğlu ayağısı, bir də Salih. Bu 3 nəfər ön dağlanır. Çünki iki ilə bir yaxın olur. Bunlar elə bir ki, adı gələndə, kim olar mənim gözümə gələndə mən belə havalanır. Bir iki dəfə mən gəldim o yataqxanaya, deyəsən Nizami də qalmışdı orada, Vahid, Salih də, Azaz. Nizami də gəlib, hərdən qalırdı, uşaqlardan. Birilərdən gələn çoxu qalırdı. Yani yer olmayan gəlib, mən də içine ayırıb, öz otağımla arada, iki otağımla mən gəlib. Olabilir. Bilməm neçənci il idi, bəlkə 1989 idi. Çingiz Mustafayevin diskotekası düzəldir deyəsən, sən də orada qaynar iş aparırdın. Çingizlə Vahid Mustafayev vardı. Ülkərlə mən də getdik, Oruz axtarıq, o iş dedi, biraz işim var. Qaynaq eləyir, rəhmətli Çingiz də dedi ki, Oruz indi bu
dayanacaq orada. Moskva Oruçda gedib, sərdi. tullandı turnik kimi. Bir iki daha dartın dedi. Mən 80-90 kilo adamı saxlayırsa orada cəmi 3-4 kiloluq şüşə saxlayacaq da. Rəhmətliyə yaxın idi. Orada axşama qədər qaldıq. Yataqxananın hesabına yedi içdik. İstirahət mərkəzi sayılır da. Tələbə sanatoriyası. Orada rəhli televizor vardı. Biz orada Kinyozada baxdıq. Axşamda çıxdıq getdik. Təkcə o yox, o Göyçayda da çox xatirələrimiz var idi. Əmimgilin bağlarında. Mən hep uşaqlığım ülkərindən böyük oldu. Balıq tutarlar. Hüseyin bağında bir dənə ər yağazı vardı. Onun üstünə hansı oyun oynayırdıq? Gorilla deyəcək. Gorilla. Gorilla, mənim üçün tullandı. Gəlib sən əlin vurmasın deyə ağacın başından gəlib deyərək. Bir ər idi, 5-6 qanadı vardı. Ətrafında da çoxlu tut vardı da. Onun üstündən tullanıb deyəsən hansısa iki tutun arasından geçəndə qazanırdı. Sən saat 8-9 gün çıxsaq girirdik saya. Bu qədər soyuq olurdu su. Gəlirdik daş qıdırdı. Bədənimiz yapışdırdık daşa ki, üstünə. O da yandırırdı. O tayçı bağın dəhnəsini boğurdular. Əzizsan, dərin idi. Atı salırdı o üstündə üzdürürdülər. Biz də balacaydıq da. Səndən 8 yaş balacaydım. Sizdən nə görmüşüm o da götürmüş. Sən ondan da balıq tutma götürmüş. Sən də xatirələri danışsan, qoşulmurdun da aşağı məhəllənin uşaqlarına. Sizin öz bağınız var idi. Heç kimi də ora qoymazdınız. Siz köyde uşaqlar bu siz bizə tərəf gəlmirdiniz. Yoxsa heç kim Gülmanın deyil, Aziz deyil, Momedi deyil, Ələklər deyil, Osmanlı deyil. Bunların hamısı elə bir yerdə olur. Siyavuşu bir rəhmətli. Pöşkünün qorxusundan yuxarı məhəllənin uşaqları Göyçəyə gələ bilməzdi. Biz bir yerdə olur. Orta aşağıda zaten bir de aşağının içine uşaqlar gelmişler, salırlar, aşağının içine tutuklardır. Yok bir daha bir bakı kimse almak için getirmiş çay. O vaxt çay qanqan eləyəndə biz xoşlanırdıq. Nə idisə vurub çaya geçirdik, sinəmizə qədər su çıxırdı. Bizdən əvvəlki uşaqlardan götürmüşdük. Bilmirəm nə qayda idi. Mütləq hər ömründə bir iki dəfə may ayında çaya geçməli idi. Bəzən də çay ayağımızı daşdan çərtdirirdi. Gedib aşağıda çıxırdı. Oruçgin bir dənə atı var idi, Madyan atı. Çox da hürkəyin atı idi. Gərək onun yanında muşqurtmayardın. Üstündə zincir olmamalı idi, şiv göstərməməli idi. Bir dənə balası olmuşdu, Hüseyin əmi rəhmətli vermişdi mənə. Dişi bala idi. 82 idi ya 83 idi, İlqar əsgərlikdən gəlmişdi, dedilər get Göydağa. O da getdi, tutdu, gətirdi, çay gurudu, geçlənməmişdi. Bistin qarşısındakı o qədim körpüdən geçib gətirmişdi. Yatmağa getdi, İlqar mənə dedi ki, apar bunu otar. Mən də apardım, çərəzlərdə o təpə var, Sayətkin evindən yuxarı. Bağladım ora kola, Sayət dedi ki, futbol var, Kayratına Neft oynuyor. Elə getdi, 2 qol vurmuşdular ki, səs qalxdı ki, papan Gülfək getdi çərəzlərin təpəsinə. Həyətdən görüb ki, dayıça yıxıldı orada, ipə bağlamışam. Oradan gəndə gəlib görüb, boğulubdur. Dartır, ipin qırır. Dığırdan geri aşağı gəldim ki, nöqtə əlində papam gəlir. Papa bəs dayıçanı deyir, ötürmüşəm, yamaşda otduyur. Və bir şey eləmədi. Özdə minəyi nə idi? Tam minmirdim, qarnımı salırdım, qorxurdum da biraz minmişdim, elə minəyi o minəyi oldu. Sana sizin de bir dənə sarat vardı, minirdin yerindən göylə oynuyordu. Onu neylədin sən? O yoxuşlarda bizim evin yanından qaçı apırdırdın. Ağzını sola yığırdın, sağa gedirdin. Sağa sola. Ha, burada. Su üstünde de yarıştırdın onu. Bu atı burada mindim, binayı qatır yapmış. Qatıra qat şeyləri, balonları yiyindirdim, apardım. Sonra müəllimin dərəsində yıxıldı aşağı, sonra özüm suyunda qaldırdım balonları. O atı buradan Şabat Nəmilərin yanına çatdım, iş nəfəsini daraltdım. Gəldim dedim, bu at alacaq. Hüseyinəm dedi, yox, mən at lazım deyir. Orada mən dirəşdim, o atı aldım. Mən özümün o dediyim o sarı necə gəlib çıxmışdı deyim. Onun mən uşaq olmuşum, iş yardıma da gəldim. Hələ o istoriya iş var yardım gəldim. Şimdi bu rəhmətli Məhəmməd Ələmi var, Sultanov.
Onun atı doğurmuş. Su üstünde. Yok. Atı doğurmuş. Ne oldu? Tövlede olmuşam. Demişəm ben getmirəm eve. Ağlamışam ki bu at doğacak onun balasını aparasın eve. Bunda Mehmet Ağam deyir ki o zaman bu yüzünde at kula görür diyor. İşime vermir ki satırdı. Atın kulağını böyüyende dedeme deyir ki get tut. Bunda konuda Ağdar şeyde işliyordu. Sulu düzde de madende. Bu gedib atam da deyir başıma, mənim uşağım döyürdü, neyirəm mən atı tut gətirməyib. Məhəmməd Əli gedib atı tutub, qulağına dəyməyib, qulağını görüb qalıb orada. Dedəm də zavoydan çıxanda bax görüşüb qar yağır, 2 dənə at, belə büzüşüb, bunu tutub gətirmişdim. Mən evdə həmişə inəyə verilən arpana apaq verirdim ata, buğduya. Bunu da yadıma gəlir ki, su üstündə o qədər çapağan idi ki, Sənanla hökü, bizim hökü, hükümətdə. Demək gəlirlər, su üstü gecəsi tövləyə zamok vururdular ki, səhər mən dinləyəcəm. Səhər tezə 2 mindir, də şey atırdı, çapağa atırdı. Bunu sonra qut deyirdi. Vələmcin sarı atı var idi. Onu da siz minmişdiniz. Bu qədər. O qalxırdı, ərşə düşürdü, bizim aldardık minirdi. Gətirirdi, mən çıxırdım ağacın üstünə, ən çox da ülkər gətirirdi. Gətirirdi ya Yusuf. Ağacın altının yanında tullardım. Əgər yerdən atılıb, uyunma oldu. Qalxırdı ərşə. O özdə Nəsimin kilosunda çəkirdi. Çox gözəl atırdı. Şimal. Deyirlər ki, o əllərə qalxdığına görə 2 tay qum vurublar. Qonşumuz Qasımov Ələmədən olan binib, yenə qaldırıb çırpıb yerə. Ha, o yaxınlaşırdınsa qalxırdı əlləri. Su üstündə bax, neçə dəfə birinci yerə çıxmışdı. Bəli, Burada. Hə, su üstü burada kesiləndə mənim yadımdan. Araq getmirdi. Bundan bir də Sultanı Məhəmməd Əli'nin atı. Yadıma gəlir ki, deyirlər ki, o atı qurt yeyib, hökü gedib görmüşdü ki, topda at qavalayıb daşdan salır. Üstünə gəlmişdi. Hədə tofun daşdan salmışdı. Topda qurt tutmuşdu, yaralanmışdı. O sürünə gəlmişdi. Rəhmətli tamamladın çayxanası vardı, onun qabağında. Orada öldü, sonra bu sürdü apardılar. Önümüzdə ağ atırdı. Bir də sənin bir atın vardı, 90-cı ili deyə 89. Ha, o toz qəmcildən aldı. O da Qırmızı. güllə kimi gedirdi. Su üstündə satdınız, yaxın məsafəyə Şahəninki dərə arasını geçdi. Sən dedin, mən uzağa sürək də. O at nəfəssiz idi, sürətli idi. Sənin atından sonra bizim at düşmüşdü. Qaramgin atın balası. Bəlkə 15-20 il su üstündə birinci, ikinci yerə çıxdı. Dedilər ki, o atın özü də çox sürətli idi. Deyib, pavorota, döngəyə girəndə az qalış adamın ayağı dərsin. O qədər sürətli ki. Bir dəfə də daca yıxılıbdı, mənim ayağım qalıb altında, mənim ayaq barmaqlarım çıxmış. Sonra mənə qar idi. Qarla apardılar, rəhmətli Şəfət müəllim bağladı stolun içinə, sıxdı, barmaqlarımı dağıtdı, saldı yerə. Bunda sınıqçı yox idi, sıxıqçı yox idi, Şəfət müəllim idi, Allah rəhmət versin, Sərkan idi. Bir dənə də yaxşı at Yusifin atası gildə var idi, Bilərdən almış. Elə o atı deyəsən bu düzdə çapırdılar su üstündə. Ya da ki, Şəfət müəllimin evindən yuxarıda. Hansındaydı? O atı xatırlayıram. Onu uğradılar. 19 atın olmuşdu, uğradılardan uğradı. Evde kaçaklarım doğdu bana. Yeni bir abi daha geldi. Sağ ol Oruz, Sənan Yusif. Çox şad oldum sizinlə görüşməyə. Videomuzda YouTube kanalımızda paylaşacaq. Elə bir problem olmaz ki. Yox, Sağ olun. Sağ olun, hörmətli izləyicilər. Növbəti videolarda görüşək.